Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ilə aid məşhur videosu nümayiş olunub. Kadrlarda Levon Ter-Petrosyan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalının niyyəti, məqsədi və səbəbləri barədə danışır. Məhkəmədə müttəhim kürsüsündə əyləşən separatçı Bako Saakyan'a da videoda özünü göstəriblər. O, Azərbaycan ərazilərinin işğalında iştirak etməsini etiraf edib. Bako Saakyan məhkəmədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakına etiraf edib. Təqsirləndirilən şəxsin dindirilməsi zamanı nümayiş olunan videoda Bako Saakyan da görünüb. O, 1993-cü ilin iyun ayından arxa xidmətdə qərargah rəisi olduğunu deyib. Kadrlarda stol arxasında oturan hərbçilərin sənədləri və xəritə üzərində müzakirələr aparması əksini tapıb. Videodan və Bako Saakyanın ifadələrindən məlum olub ki, müzakirələr zamanı orada müxtəlif komandirlər iştirak edib. O, nümayiş olunan videoda özünü, Kristapor İvanyanı, Samuel Karapetyanı, Movses Akopyanı, Samuel Babayanı, Vitali Balasanyanı, Vaçaqan İskanyanı və digərlərini tanıyıb. Bakı Hərbi Məhkəməsində davam etdirilən prosesdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1993-cü il Yerkrapaq terror təşkilatının üzvləri ilə görüşünü əks etdirən videoda nümayiş olunub. Görüntülərdə Ter-Petrosyan çıxışı zamanı deyir ki, Miyatsum hərəkatının nəticəsində Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi. Ərazilər digər xalqlardan tamamilə təmizləndi. Bu 600 illik problemdir və erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Ter-Petrosyan həmçinin Basarkeçər, Zəngibasar, Amasya və Zəngəzur bölgələrində Azərbaycanlıların çoxluq təşkil etdiyini və bu problemin erməni milli hərəkatı və onun hərbi qanadı, özünü müdafiə birləşmələri və yerli Qarabağ bölmələrinin fəaliyyəti ilə həllini tapdığını deyib. Qeyd edək ki, sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.